Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Bakı-Sumqayıt yolunun üstündə ən gözəl infrastrukturda yerləşən Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyində ən birinci keyfiyyətli tikilən eksperimental binada hündür gün tutan şəxsi təmirli qanuni otaq çəkib təqdim edirəm. Giriş hissəsidir. Baxın, belə bir qapı yığdırılıb, koridor hissədir. Burada belə bir şkaf yığılıbdır dəyərli izləyicilər. Buradan daxil oluruq. Baxın, belə bir zal hissədir. Geniş zal hissəsi var. Çox böyük zal hissədir. Zal hissədən çox gözəl bir proyektdir. Balkona çıxış var. Həm mətbəxdən, həm zal hissədən. Buradan baxın, balkon hissədir. Sadəcə kombi yoxdur. Kim alsa inşallah özü kombini qoyacaq. Ən gözəl binadır. Birinci partiya keyfiyyətli tikilən. Baxın, geniş bir zal hissədir. Böyük bir zal hissədir. Zal hissədən deməli, daxil oluruq. Mətbəx hissədir. İstəyən adam zövqün uyğun mətbəx mebelini alıb yığacaq. Baxın, tavanına çox səliqəli, şəxsi təmir olunub, öz yaşayış üçün. Bahalı qapıları, bahalı materialdan yığılan. Hamam sanitar qovşaqdır. Baxın, duş kabinə kimi var, qoyulub. Səliqəli təmirli. İkinci belə bir otaqdır, geniş. Mənzilin ən böyük üstünlüyü odur ki, mənzilin boşdur, qarşısı boşdur. Baxın, qarşı tərəfi boşdur. Tam gün tutan mənzildir. Baxın, belə qarşı tərəfi boşdur. Yəni, heç bir binanın gələcəkdə tikilmə ehtimalı da yoxdur. Evin ən böyük üstünlüyü odur ki, mənzildən mənzil görünmür. Digər mənzillər görə bilmir mənzili. Bilən alıcılar bilir, bu bina bahalı binadır. Digər şəhərciyin binalarına nisbətən 11 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Deməli, 86 kvadrat metrdir, kubçalıdır, hipotekaya yararlıdır, şəxsi təmirlidir. Üçüncü belə bir otaq, 3 otaqdır qanuni. Qiyməti qeyd edəcəm, nömrə ilə əlaqə saxlayarsınız. Qiyməti nömrə ilə əlaqə saxlayıb zəngiləyən vaxtı deyəcəm sizə qiyməti. Baxın, geniş, şəxsi təmirli, gün tutan mənzildir. Balkona iki tərəfdən də çıxışı var. Orta mənzildir, künc deyil. Orta mənzildir, orta mərtəbədir. 11 mərtəbəli binanın 5-ci mərtəbəsi, qanuni 3 otaq. Qeyd elədiyim kimi 86 kvadrat. Kubçalıdır, nəqd və dövlət hipotekasına yararlıdır. Mənzilin qiyməti ilə bağlı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə sağ olun.